بسم الله الرحمن الرحیم. صبح بخیر. Çox məmnun ki, təşrif etibsiz. Necə xanım Səttarı burdular. Cələsə əvvəl dəftər پنجمی که بیشترین ارتباط با مباحث عقل و عشق واردی başlayırıq. حدود 3 il عقل و عشق راجع صحبت elədik. و ادامه tapacaq. کل 6 دفتر مثنوی و همه غزلیات مولانا در تحلیل و تبیین و شرح عقلانیت و عشق. بارها عرض میشه انواع عقل وار، عقلهای سطحی، عقلهای جزئی، عقلهای مربوط به معاش و دنیا و شیطنت، عقلهای مربوط به سیاست، عقلهای مربوط به دنیاداری از نظر عرفان مطرود. و به خاطر سلیقه خاصی که وار ادبیات دا، عرفان دا، شعر و شاعری دا جاهتان مختصر دیرler کلمه عبارت داری. انتظارlar da var ki خب مخاطبları چون عموم مردم در مخاطبlar متوجه olsunlar. حتی orada da ki ادیانان مخاطب عموم مردمده، orada da görürsünüz ki مطالب خلاصه مختصر بیان olar. قرآن که مدعیده، رحمتاً للعالمینده، عموم مردمنده، özü de بارها دی که من کتاب مبینم، روشنگرم. قرآن ادعاسی بود. اما با این همه فراوان با ابهامات همراه است. برای رفع ابهامات قرآن هزاران تفسیر yazılıb və yazılacaqdır. خب bu təfsirlərin, şərhlərin məna və məfhumu nədir? با اینکه مخاطب عموم مردمdir. وقتی مخاطب عموم مردمdir، عموم مردم بیا متوجه olurlar da. متوجه olurlar. Amma sür عموم merdumda انواع و اقسام عقلlər, اندیشələr, اطلاعات سطح متعددی از برداشتlar var. Ona görə bu متون سهل و ممتنع edirlər. Yəni bir دیدگاهdan sadədir, rahatdır, adam başa düşür. Elhamdülillah, o müşkili yoxdur. Bismillahirrahmanirrahim. Müşkili yoxdur ki. Huvel evvel vel ahir. Hər kimə düşündük bilər də Allah əvvəl axirdir. Çox sadə. Huvel evvel vel ahir. Amma biz də dayananda yanına mənə huvel axir. Axir yanına mənə. Burada görürsən ki اندیشه‌lər işə düşür. Hər mütəfəkkiri bir sözlük o birisi ilə mütəfavitdir. Axir yanına mənə. Yəni adam axirdən yetişəcək. Ya səfin axirindədir. Ya qiyamətdə dayanır. Əvvəli bir miqdar bilmək olar. Axir yanına mənə. Məsələn, Bismillah yanına mənə. به نام خدا. Bu necə ibarətdir, necə cümlədir. Bəzi kitablarda hüduda 1000 səfə Bismillah'a razı şərh yazıblar ki, Bismillah yanına mənə. Əgər çox vəqət vazih idi, bəniyə 1000 səfə şərh yazıblar. Bu növüdür. Mutun irfani da bu növüdür. Səhl و mumtəni. Əlbəttə, onu Allah yazıb, hələ o cürdür. Bu vəsilər ki, bəşər yazıb, görürsünüz ki, nə qədər istəyirlər, sadə olsun, olmuyor. Ona görə ehtiyacı var şərh و bəstə.
فراوان محذوفات var bu mutunda. O həsfiyyatı, məhzufatı bir nəfər tapa bazsazı eləyə. Elə məsələn puzzle'in bir qismətdə itib ki, onu tapıb o da cayguzin eləyəsən ta o şəkl düzələ. Hər kəs də öz nəzəri ilə gəlir. Ona görə deyirik ki, vaxtı ki kəlmə-i əqlidən istifadə olunur, o həvaşidə, o dövrlərdə bir söhbətlər var, nişan verir ki, hansı növ əql, hüdud 20 növ əqlə razı söhbət eləmişik. 20 növ əql. 3 il dəftəri əql eşqidə elə işimiz bunlar idi. مولانا o عقل متعالی، عقل کامل، عقلی که پشتوانه عشقده، ondan حمایت eli، دفاع eli. فراوان بیعقلی تقبیح eli. بیعقلی یعنی سفاهت، بیعقلی یعنی جیجی، بیعقلی یعنی دیوانگی. مولانا هیچ وقت و هیچ عارفی سفهلیتن دفاع eləməz، ciclikdən دفاع eləməz. Məxsusən adamı ki, özün vura səfehliyə, özün vura cicliğa, 100% mətruddur. Əslən, mütəqabil dərlər, əql و eşq, əql به معنای مفهوم واقعی، eşq به معنای مفهوم واقعی به موازات همدilər, eyni همدilər, در تداوم همدilər. Bir həqiqətdir, ayrı didgahlardan, mesela müxtəlif pillələrdən, müxtəlif zaviyələrdən baxılır, binə dili əql, binə dili eşq. Xülasə, biz buna yetişmişik ki, ozu ki, cəmaatın içində şayədir, modolu biz tanəzir edirlər, əql eşqlə zücəlməz, eşq əqllə zücəlməz, təbqə tövsiyə ariflər, bu söz qələtdir. Bəli, عشق الهی، عشق افلاطونی، عقل دنیوی ilə zücəlməz. Təbii ki, zücəlməz. عقل شدی هر ذات منموسون و bir عقل جزئی دنیاییdir ki, عشقdir ki, mən fədai mərdum olum, ondan zücəlməz. Təbiidir ki, zücəlməz. عقلdir, süb evdən eşiyə çıxdım, bir iş görüm ki, qazanım. Bu عقل maaşdır və qəşəhdir. Amma eşqdir ki, süb evdən çıxdım, canımı fəda eləyim, malımı fəda eləyim, heysiyetimi fəda eləyim. برای رفاه بندگان خدا، برای رسیدن به خود خدا جهت جانبازی کنم، دار و ندارم را نثار کنم. خب طبیعی bu eşqlə o عقل مطابقت olmaz. Amma آیا تمام عقلlər budur ki, Həzrət Məhəmməd olsun? Yəni, واقعا o isargərlər, cəhadgərlər, canbazlar, o muxtəriin, muxtəşəfin ki, candan maya qoyublar, dar و nədarların xəşliyiblər, o ariflər, o paçbazlar səhv etmişlər. Əqllər yox mu? Əqllər olmaşa nəzi tord ediblər bu dünyayı az mənəviyyəti. Bir adam o tövbe fikir edir. Məsələn, ənbiya ki, dünyadan heç zat qoymayıblar özlərinə qala, ersiyə qoymayıblar. Vaqəən, İmam Hüseyin məsələn, doğrudan səhv etmişlər. Onlar aqili aşiq imişlər. Bunun əqllə olan səthi balada bizim əqlimiz qəd çəkmiyorlar əqlinə. Bizim maaşa razı, dünyaya məhdə razı, əqlimiz işlədiyor ki, öz əmniyyətimizi fərahəm eləyək. Fəqət özümüz, özgəni hesaba qoymuyor. Maşınımızda bir tane bisküvit mişik, bir tane aşkar, sigar çəmişik, bir tane aşkar qalıb. Əqli deyir ki, bu yanını təmiz saxla, ateşiyə. Sal xiyabana, xiyabanı batır, amma öz mühitini paç elə. Qəşəhli də adam öz mühitini paç eləyə. Amma mütəvəssitəli o, bu qəşəhliyin dumbaləsi var axı. Sən mühiti aludə elə, və xatiri öz fəzai məhdudun qəşəhliyinə görə. Bir də qapıların qabağını süpürərlər, süsəpərlər, qəşəhli də. Amma sili süpi tez aşqalı tələdə o bilsin qabaq.
Oradan geçerdi salgı sahmaneli ama bilhassa mütevassıt dersen ki yığdın Ataşkalı Melile su bindi içerisinde parçayınca görmüş bir nefes sigar kutusu düşüp maşının qabağına. Bu şüddədi, getdi o birisi maşının qabağına. Özünün fəzası qəşəkləşdi. Çox qəşəkdir, adam mühiti təmiz olar. O əqlidir. Amma onun bəğəlində orada eşki yox idi, eşki millət yox idi, eşki be xod var idi. Faravan bu bəhslər irfanda var, muntada intizarlar var ki, muxatəblər bunları mütəvəccih olarlar. عرفان بر اساس عقل و عشق پایه‌گذار منتها عقل ملکوتی، عقل عرشی، عقل کامل، عقل کل چه پشتوانه عشق. هرچند که مولانا معتقده که هر نوع عشقی پرتوی از عشق حقیقی دی، عشق به خود، عشق به محدوده خود، عشق به اولاد خود، عشق به بت و معبود خود، عشق به اولاد خود، همس عشق به پول، عشق به دارندگی، عشق به برازندگی پرتوی از عشق الهی ده. منتها چلب بوده چمرنجلشه. مولانا bu چی معتقده؟ هر نوع عشق منشأ عشق افلاطونی ده، عشق الهی ده. اما معتقده ki o birisi عقلlerdə elə o cürdür. عقلهای ضعیف ده پرتوی از عقل کامل ده، عقل کلوده. ولی سعیده که آموزش بشین عشق حقیقی و عقل حقیقی. قبلا da بارها عرض eləmişik. Moulana ki biz dersimiz, unvanımız da orada tabloda da görürsünüz, şişədə yazılıb. Moulana şinasidir da, عقل و عشق də از دیدگاه مولانا مطرح elədi. Əhməd Qəzzalinin دیدگاه مطرح eləsəydi, o da sözlər dəyişilərdi. Əbu Səid Əbülxeyrin nəzəriyyatı mətrəh eləsəydi, sözümüz dəyişilərdi. Bir miqdar təfavüt elərdi. Necə ki, xanım Səttarın bu gözəl mətnində gəlmişdi, Moulana معتقدdir ki, راز آفرینش عشقdir. بارها و بارها درباره راز آفرینش، راز خلقت بحث eləmişik. که çok ساده سوال بسیار پیش با افتاده و ابتدایی خداوند جهان را برای چه خلق کرده است؟ به چه علتی؟ علت آفرینش چیست؟ خب هر کسی bir izhar nəzəri var. Fəlsəfə bir sözlə deyirlər, dindarlar bir sözlə deyirlər, kitabhay asmani bir sözlə deyirlər. Ariflər də bir sözlər deyirlər. Ariflərin az cümlə Moulananın sözü, nəzəri budur ki, illət peydaiş aləm, illət peydaiş həsti, illət xilqət, illət xilqət cinn و ins eşqdir, eşq ilahi. Özünə də fəravan dəlaili var. Hərçənd ki, Moulana əhl-i dəlil deyil. İstəmi dəlilcətiyə, illət-yab eləmir. Amma biləxərə çünki imkan napəzidir ki, istidlal eləməsin, istidlal elə dəlilcətiyi. Buyurur ki, fəqət Moulana da deyil ki, bu sözlər deyil. Kullən irfanın didgahı budur ki, Moulana bunlar purrənc edir. عشق الهی موجب پیدایش جهان شده است، پیدایش مخلوقات شده است. خداوند متعال عشق دارد. Bu Ali Sine de bu idi. Bu Ali Sine bu istidlal edir kitab Ət-Tənbihat və İşaratda. Vaxtı eşq bir kəmaldır, qeyri-mümkündür. Allah aşiq olmaya.
عشق کمالdır. Hatta bu Ali Sina معتقدdir ki, ləzzət ki özü bir kəmaldır, Allah ləzzət aparar. Ondan ne bizim lezzetlerimizden ki mesela bizim ağzımız var, gözümüz var, həvasımız var, bu həvasımızı irza ediyor, qazanı qoyub ağzımıza, qəşəng musiqini eşidiyor, qəşəng sözlər eşidiyor, lezzet aparar. Allah'ın özü əbzarları yoxdur, niyazı yoxdur. Amma bu an hemen niyazı olmuyor, Allah deyir ki, səmiyun, Allah görür, bəsirun, görür, səmiyun eşidir, bəsirun görür. Özünə göz qulaq təyin edir. Allah ki, yəni istəyirsən ki, məndə ləzzət aparıyam. Onda xub, təbiidir ki, onun ləzzəti ocudadır. O Ali Sina deyir, nə tənha Allah aşıqdır, aşıqtərin aşıqan Allahdır, bəlkə ləzzət bərəndə, tərin ləzzət bərəndə qanda Allahdır. Bu da onun nəzəridir. Mümkün bir də deyir, bunlar küfridir, şirkidir, bunlar yuşdur. Yəni isə elə vaqəən də filsufları, məxsən bu Ali Sinanı, arifləri, məxsən Mevlana'na muttəhəm və kofr eliblər, deyiblər kafirdir. Elə indisi Telegramda, internetdə, mahvarədə, bizim bu şəhrimizdə, bizim bu məmləkətimizdə bir də var ki, bir tribunlardan danışırlar ki, deyirlər Mevlana mulhiddir, əyyaşdır. Bəzi dostlarımız var ki, xaric az keşvərə, oradan hey təzdiq edirlər, Mevlana həmcinsbazdır. Şəms Təbrizi ilə həmcinsbazlıq əsərində irtibat bərqə eləyib. Qızı yüngül, dur az əl sözlər deyirlər. Qəblən bu da göstərmişəm, açmışam, oxumuşam. Telegramda bir balaca filmi var. Rəhbər-i Fəhliyə İran, orada 2 dəqiqə onun söhbətin qət eləyiblər, razı və Mevlana göstərirlər. Ayətullah Xameneyidən soruşurlar ki, nəzərin Mevlana'ya razı nədir? Dünən bir cələsədə bunu nəzər idi. Ayətullah Xameneyi deyir ki, mən Şəhid Mütəhhərin xidmətindəydim, soruşdum ki, Həzrət Ustad, sizin nəzəriniz Mevlana'ya razı nədir? Çünki o Şəhid Mütəhhərin sözlərdir, Mevlana ki, fəslül xitabdır, o babətlər onu mətrə eləyir. Deyir ki, Şəhid Mütəhhəri dedi ki, filanı, az nəzər mən Məsnəvi Mevlana əsli dindir. Mevlana'nın özü də iddiasıdır. Sonra çöndü mənə dedi ki, sən nəzərin nədir? Dedim, elə mənim də nəzərim odur. Məsnəvi Mevlana əsli dindir. Bu arada elə indisi gen Telegramda rəhbərin, axtarın, tapın saytın orada var. Ya Ariyelədən tapı olar. Həman şəxsin qabağında indi fəravan ruhanilər qumda və ayrı şəxsiyyətlər İranda, Məşhəddə, məxsusən Məşhəddə, qumla Məşhəd. Məxsusən Məşhəd ki, Mevlana o tərəflidir, Bəlxədidir də. Oradan gəliblər. Gör, nə qədər ziddi Mevlana sözlər var. Rəhbər bu cüdür, ayrı cüdür. Bir nəfər dostumuz var, qumda bu getmişmiş bir kitab çap eləmə, orada bir qurumla rast gəlib ki, orada ruhanilərlə bir quruh müsahibə edirlər, bir film istəyirlər düzəldələr, Ustad Məhəmməd Təqi Cəfəri Yaraçı. Orada ruhanilər yamanlayıblar, deyiblər, qoy cəhənnəm olsun, ona mənədir ki, Mevlana'ya razı kitab yazsın. Mevlana nədir ki, hələ ona razı kitab çap eləyəsən, şəhər yazasan, hələ Ustad Məhəmməd Təqi Cəfəri, Əllamə Cəfəri, götür yığışdırır. Bu didiqahda var. O birisi didiqahda var. Xoş, istədim əzələm ki, mümkündür bu sözləri bir də şerki bilə, kufru bilə. Onlar da nəzəri odur da, bizim işimiz yoxdur. Heç mən nəqd eləməyəm. Deməyəm kim düzdür, kim yaxşı deyil. İstiqdiyyə ki, Mevlana'ya razı, bu didiqahlar var. Mevlana ki, bu didiqahın sahibidir və kullən o rəfə mütəqiddirlər, raz afəriniş eşqidir.
عشق موجب خلقته و Allah da bu eşkindən lezzət aparır. Və bu ibarəti mürəttəb təkrar edirlər ki, Allah Həzrəti Davuda deyibdi ki, Həzrəti Davud soruşub ki, Allah üçün ənbiya mürtəbitdirlərdi Allahla. Allah cəhanı niyə xəlq eləyibsən? Ya Həzrəti Davudun özünün sual etmiş, ya dövrbədən sual eləyiblər. Allah da buyurub ki, ya Davudu konto kənzən məxfiyyə əhbəbtu, eşqim var idi. Hobb yəni eşq, əhbəbtu ən orəfə. Aşıqəm ki, müərrif olam, şinaxtə şuda olam. Fəxələqtul xəlqə, bənabərin xilqəti icad elədim ki, orəfə ta müərrif olam. Eşq ilahi, Allah tamami məxluqatına, tamami nevisəndələr, tamami bu məhsullarına əlaqəməndirlər. Nevişdələn kitablar oğladları tələq edirlər. Necə ki, əfrad oğladın söyər, əlaqəməndir. Öz məhsuludur. Adam məhsulun söyür. Cahan Allahın məhsuludur. Allah məhsullarına əlaqəməndir, eşqi var. Muntaxıb adam məhsulu tolidisi hamı yekisətidə deyir ki, nəqqaş görsən ilə nəqqaş ilə düzdür ki, hamısını söyür. Amma bir-biri ilə təfavütləri var. Az دیدگاه عرفان insan əşrəf məxluqatdır. Quranda bu söz yoxdur. Quran demir ki, insan əşrəf məxluqatdır. Quranda var ki, insanı bər besyar az məxluqat bərtəri vermişik. لقد کرمنا بنی آدم علی کثیر مما خلقنا. İnsanın bər بسیاری از مخلوقات برترisi var. Əşrəf məxluqat söhbəti yoxdur. İnsan xəlifətullahdan, Allah da deməyib ki, insan xəlifətullahdır. Buyurub ki, insan xəlifədir, insana xəlifə qərar vermişəm. Əgər onun mənası xəlifətullah olsa, oradan da istifadə olar ki, insanın bir bərtəriyyəti var. Vəli dəhə surət, bu var ki, Quranda əbr و باد و مه و خورشید و فلک در کارند ای انسان تا تو نانی به کفاری و به غفلت نخوری. Bu şeir Qurandadır. Bunun ərəbisi Quranda gəlir ki, biz afərinişi در təsxir to qərar dadayım. Müsəxxər eləmişik yeri, göyü və pədidəهای təbiini, cəvvini sənə insan ki, istifadə elə. Bunlardan da istifadə olunur ki, insan ya əşrəf məxluqatdır, ya yeki az məxluqat əşrəfdir. Onlara mütəqədir ki, insan ki, əşrəf məxluqatdır, Allah ki, tamam məxluqatına əlaqəsi var, insana əlaqəsi hamıdan çoxdur. Ona göre tamam insanları xəlq eləyib, keçsinlər behişdə. Tamam məxluqatın ayəndəsi xoş olsun. Allah özü qəşəhdir, Allahın məxluqatı da qəşəhdir. Allah pis bir şey xəlq eləməz. Çünki pis pisdən vücuda gələr, yaxçıdan yaxçı vücuda gələr. Nə mənə ki Allah xəlq eləyib? Çünki Allah xəlq eləyib yaxçıdır. Biz yox ki, oturmuşuq, dərəsəli nəzdik birini, təfkiç qayılırıq, deyik, o pisdir, bu birisi yaxçıdır. Allahın ocu xilqətdə ha. Tamami mövcudatı yaxçı xəlq eləyib, hətta o şeylər ki, bizim nəzərimizə müzahimdir, biz emişi vuruyoruz, öldürüyoruz, zəhər töküyoruz, səmmit töküyoruz, susqular öldürüyoruz, bəşkələri həlak ediyoruz. Ve xatirə öz rahatçılığımız, deyək ki, o müzahimdir biz o pəşkə. Vəli Allah pəşkəni vaqəən düz xəlq edib, işi düzdür. Gahdan o istifadəsi qələt olur. Məsələn, indi əlimiz qrizli olsa, yağlı olsa, ondan məsələn, qonaqlıqda bir təmiz boş qabdan yapışıb, məsələn, istəyək bir nəfər çırılışa bax verək, deyək ki, iradlıdır da, gedəli uyuyub. Amma həman o qriz, o yağ, o qərə yağ, maşında, polbeyincidə bir nə qədər karamətdir. İndi apar, biraz kabab, biraz da düyü tök o polbeyincinin içinə də işlər. Elə o da kripaç elə də maşın, becayin ki, yağ tökəsən, biraz düyü tökünə, biraz kabab tök, biraz suq tök. Yağ pisliyə yaxşıdır, qərə yağ pisliyə yaxşıdır.
yerində. Muntaha biz bilmirik. Allah da ki, hər zatı yerində xəlq elə. Allah ki, xəlq eləməz. Yerindədir. Biz cahdan, məsələn, iştibah eləyirik. O gerizi gətiririk. Düyü boş qabın içələrində gələr və bu eybili tez bunu sil, yücünən apar. Mənsur budur ki, istəyək deyək ki, Allahın tamam məxluqatı yaxşıdır. Tamam insanlar yaxşıdır. Yaxşı xəlq olub. Allah qələt bir şey tolid eləməyib. Və istəyir tamamı bu məxluqatı ayəndələrdə xoş olsun. Bir müxtəsər ixtiyar da verib, ta bunlar geçsinə daha da xoş olsunlar. O müxtəsər ixtiyar da verib, ta bunlar bəlkə səhim olsunlar, birlikdə ləzzət aparsınlar. Çünki baxın, adam pulu qazananda, düzdür, ersiyə, caizə, yaxşı oluyor, adama xoş gəlir. Otduğun yerdə gələrə bir dəstə pul, gəl. Özdə dolar, ha, indiki dolarlar, gecə. BBC deyir ki, 11.500 o dolarlardan bir bəsi çox qəşəklidir. Amma nəqət qəşək olsa, bir başı deyə özüm aldım, satdım, bunu qazandım. Bir də var ki, mənə yetişdi. O qazanmaqda bir ləzzəti var. Fərata ki, mən qazandım, mən tolid elədim. Allah istəyir ki, insanlara keyf verə, ləzzət verə. Allahın eşqi var ki, keyf verə, ləzzət verə. Özü də ləzzət aparır. Siz əgər biləsiniz ki, bu dünyada nə fədakar insanlar var ki, istəyirlər ki, ləzzət aparırlar, əzrah ləzzət dadə. İndi tutsalar, edam elələr indi olsaydı. Dağda da oturardılar. Bu Gülüstan bağının, o Şəms Təbrizin o yadvarasının içində oturardılar. Furuğə Fərruxzadı, xanım. Siz biləsiniz ki, o zindəcanlığında nə işlər görüb, ta cəmaətə ləzzət versin, karacərə ləzzət versin. Matqalarsın. Həman işi ki, Şəms Təbrizə nizam veriydi. Allah da bu işlər görür. İnsanlara ləzzət verməkdən ötü, onlar xəlq edib, onlar ərziş verib, onlara kəmalat verib, tayin ki, onlar oz tutsunlar və bu oz tutmaqlarından fəravan ləzzət varsınlar. Allah söyür, bu şeylə aşıqdır. Aşıqı ləzzət bordan və ləzzət dadən. Bərabərin dünyanı xəlq edib, əsasda ləzzət aparsın və ləzzət versin. Söyür və söyür. Tamam insanlar, pəlidtərin insanlar, necə ki, bu gözəl mətninə gəlmişdi, fərainə geçsinə beşlər. Onlar ki, iddiayı Allahlıq ediblər, onlar ki, adam ediblər, canidirlər, qatildirlər, cinayətkardırlar. O insanlar ki, bombi şimyayı pəxş edirlər, insanları öldürürlər. Həlak edirlər, giriftar edirlər. Naqqazakini, Hiroşimanı, o cib, birci bədbəxt ediblər ki, indi də hənuz onlar kəmər rast nemikonən. Amma Allah söyür ki, həman xələban ki, o qələt eləyib, həman fərmanda ki, o dəstür edib, o da gitsin 5-də. Söyür. Bizim hesab kitabımızdan züy gəlməz. Amma xob, təbiidir ki, onlar bir dəsi getməyir. Bir dəsi xuşluğa başlarında da gedirlər. Ançınan cinayətkarlar, qatillər, nənə bacısına naməhrəmlər gəliblər Awliyaullahın huzurunda, Ənbiyanın huzurunda mütəhəvvil olublar, cəhatkar olublar. Behiştə gediblər. Ənbiyanı öldürənlər gəlib tövbə eləyib gediblər behiştə. Fəravan. Amma bir də ləzzəliyiblər, istəməyiblər. Deyiblər, biz istəməyik. Da o istəməyənə də Allah o da zor eləməyik. Hərçənd ki, irfanda etiqat bunadır ki, onlar biləxərə nəcat tapacaqlar cəhənnəmdən. Xalidinə fihanə. Bir də müfəssirlər zamanı bir payan nəzərdə tutublar ki, getdi cəhənnəm də qutuldu. Bəli, filsufanə
فیلسوفان و عارفانی که مفسرdiler مفسران فیلسوف و عارفش وقت edemezler. Olan berdاشته الی خود و شیخ مطهر'den صحبت elədik. Mesela indi Ayətullah Məkarimi Şiraz'da var. Mərhum Şəhid Mütəhər'də var. İkisi də müfəssiri Qur'an'da. O Şəhid Mütəhər kitabında var ki, biləxərə bunlar qutulmalıdırlar. Amma bu Ayətullah Məkarim deyil, öyle qaldı. Xalid-i Nefihə qutuldu. Ayətullah Məkarim şeylə bu istidlal eləyir. Deyir ki, bir ləhsə qəflət elədim. Bu baymaxlavı məsələn dəstgah kəsdi karxanada. Da qutuldu da həmişə. Da o düzəlməyəcək. Qutuldu getdi. Bu istidlal Ayətullah Məkarim Şiraz. Amma o birisi ustadlar, ayıb افرادی چون مولانا بلا عریضی تفسیر دیدن خیلی bu ظاهر قضیه sen پشت səhnədən xəbəri yoxdur. Biz mükaşif eləmişik, görmüşük. Mollana deyim, mən mükaşif eləyib görmüşəm. Hala inanırsınız, inanın, inanmırsınız, özünə mərbutdur. Çünki onlar Allahın məxluqatıdır, tənbih olacaqlar, cəhənnəm qətidir. Amma o xuluda razı. Çünki Allah ola eşq ilə tolid edir. خب او اختصار درباره عقل و عشق biz سوق veriş دفتر پنجم طرف. Niye دفتر پنجم؟ سوال İkiden cevap var. Bir cevabı da ki o birisi dəftərlərlə hərəsin bir yerdə dəst deyirik, bir də dostlarımız var, zəhmət çəkirlər, təşkil edirlər. Dəftəri pəncümün iki dənə məsələsi var, ona görə elə və tərh olmaz. Bəzi ədəbiyyat var, bəzi qismətlərində ki, büyümürsən, bu zamandan mümkündür ki, qabil tərh olmaya, o əlfaz kələmə. Ona görə diskinirlər. Məxsusən də ki, Mevlana'nın irfanından söhbət eləyəndə hələ bu cür səs qalxır. Dünya təbibinə oyda bir dənə məsələn Mevlana, məsələn bir dənə xanımla ağanın arasında da bir söhbətlər rədd bədəl olur, onu da desən dünya təbibinə. Eyvah, əli uzatdı, öpdü, neynədi, bu zindecanlıqda var da sən Mevlana, sən deyirsən ki, qolu saldın məşuqın boynuna, onu məsələn möhkəm busa verdin, busa aldın, deyilə gəl, bu da Mevlana. Ona görə bətər şayə, ona görə bu dəftəri pəncümdən diskinərlər və biz o iki səfərini elə bu da götürmüşük bu qozinədə. Görürsünüz, cüzvəmizin adı qozidədir, qozinədir. Ki, bir-üç səfər ki, əfrad özlə, hövsələsi olsa, evdə olaya baxalım. Bəli. Naxudağı. Amma yolu nasıl yoxdur, Azərbaycan və Pərtovi ki, təhrik edib yesinlər, baxsınlar da. Heç oğrun adına daşlar yoxdur, düzdür. Və bir də ki, ikinci cavab, bu cevap əvvəl. Cevap دوم budur ki, خب مسائل مربوط به عشق و عقل bu dəftərdə bir də پوزکەndə مطرح olur. راحت‌تر دریافت مفهوم عقل و عشق. مقصد عشق. Ona görə o dərsin idaməsində bunu oxuyuruq. Ondan sonra birisilə də oxuyacağıq da tədris. بارها عرض eləmişik, bir dəfə də عرض eləyək. Mevlana bir fərdidir ki, əvvəldə cavanla da əhli təfəkkürmüş. O cür ki yazırlar, sükut elərmiş. Təfəkkür dər həsti. Dərs oxuyub təfəkkür eləyir. Ta اینکه استاد olub, müctəhid olub, əhl-i fətva çıxıb minbərə. Onda əhl-i söhbətdir, dil açılıb, qəşəng söhbət eləyir. Ta Şəms Təbrizini görür. Şəms Təbrizini görəndən sonra yenə sükut.
Elə Şəms Təbrizi ilə ki, xəlvət eləyib, sükut oydan başlanır. Ki, cəmaat ilə danışmayacaqsan. Cəmaat ilə Şəms Təbrizi qoymur Mevlananı danışlayarlar. Hey, mürəttəb şəriklə Mevlana ilə söhbət eləsinlər, sual cavab eləsinlər, Şəms Təbrizi qoymur. Belə yazırlar kitablarda ki, hatta Mevlana oturmuş, Mevlana otağının qabağında bir səkkü varmış, pillə varmış orada, gələni getərmiş. Bəzən demiş ki, istəyir Mevlananı görürsünüz, pul verin, geçsin Mevlananı görür. Müftədə açır, bilet alın, geç. Bu bilet alın, geçsin də Qurandadır. Peyğəmbəri görməyə, əziyyətlilə Peyğəmbəri. Allah dəstür verir ki, müftədə, Peyğəmbər. Pul verin, gəlin Peyğəmbər görür. Surə Mücadələdədir. Onlar ki, istəyirlər Peyğəmbərlə xüsus danışdığına gəl xəşləyərlər. Burada o bucudur, da pan sənduqa sədəqətə pul salın gəlir. Quranda var ki, bir nəfər də o işi görmədi. Hər gün Peyğəmbər duyadı bir çıxışa gəlir ki, saçıblar buradan oya, ki, hərəsi Peyğəmbərlə bir danışa, əl verə, bir öpüşə, eləyə, ya ondan bir siftə ala, gedə, bir nəfər də gəlmədi. Peyğəmbər də əvvəl narahat edilir, evdən çıxır, heç elə avtofan götürməmişə bir səfər qoyublar. O, bu nə işdir? Sabah tutuyor, heç bir nəfər də yoxdur. Nə be onun şuur, nə beyin bir nəvər ki, bu nəvəzdir. Hər iki halət Peyğəmbər narahat elədi. Əkildilər. Quranda yoxdur, haşiyədə yazıblar ki, Quran ki, deyib ki, hər kim istəsə Peyğəmbərə nəzva ilə bir sədəqə versin, gəlsin. Sündürlər yazıblar ki, bir nəfər gəldi. O da Əbu Bəkirdir. O getdi. Bir tümən verdi sənduqa sədəqədə gəldi. Şiələrdə yazılır, yalan deyirlər. Töhmət, o Həzrət Əlidir. Quranda var ki, heç kəs gəlmədi. Quranın sözü budur. Əşfəqto yalancılar, qorxdunuz, əl-üzü bizə gedə, bir 5 tümən xərcləyəsiniz. İndi ki, qorxdunuz, Surə Mücadələ var, gəlin oxuyun. Dəbiristan Firdos'da da müfəssəl şərh eləmişəm. İndi ki, qorxdunuz, da neynək, biz bu qanunu sındırdıq. Allah qanunu sındırır. Allah deyir, xət çəkdim, bu yazdığım qanuna xət çəkdim. Ondan belə azlasınız, hər kim sədəqə verir, versin, hər kim vermir, verməsin, amma xaşən Peyğəmbər əziyyət eləmir. Buna ta Şəms Təbrizi bu işi gördü. Oturmuşdu dastanıda ki, qoymaram Mevlananı görəsiniz, pul verin, geçsin. Ki, Mevlana ilə, Şəms Təbrizi ilə elə neçə amil bahasına ki, düşməndi eləsinə bir də bu idi. Ki, bu da pul yığır. Onun da mənzuru budur ki, əfrad gəlməsinlər, Mevlananın vaxtını almasınlar, gir verməsinlər, ta Mevlana fikr eləsin. Mevlana Şəms Təbrizin tövsiyəsi ilə getdi aləmi fikrə, aləmi xəlvətə, aləmi sükuta, sükut və xamış oldu. O şoləyi بلند پرواز که منبرdə o ərzəndamel idi məsciddən ya cələsə sülxanlardan çıxanda ənbuh mərdum pişidlər mandalızda hərəkət edildilər. Dağlardan xəbər olmadı. Şəms Təbrizi qoymadı o ittifaq düşə. Mevlana gözü cəmaətdə olar. Cəmaət Mevlananı məşğul eləyərlər. Getdi sükuta. Şəms Təbrizi ilə xəlvət eləydi. İşte Şəms Təbrizini incitdilər, Şəms Təbrizi qaçdı, ya məmuriyyəti var idi. Dəqiqən roşəndə nəzərə gəl Şəms Təbrizin məmuriyyəti var idi, ya məmuriyyət qeybi, ya məmuriyyət az tərəfi Arifan Təbriz. Bir rivayət budur ki, Arifan Təbriz məmur eləmişlər Şəms Təbrizini gəlsinlər, sizin tanımışdılar, Mevlana nəcib şəxsiyyətdir, onu təşviq eləsinlər, به جای اینکه بی فرد اهل منبر olsun, geçsin aləm irfana tərəf. Şəms Təbrizi vaxtı müvəffəq olur, ehsas edir ki, əncam vəzifələrdir, qaçır, itir, Həzrət Xezr kimi. Bu bir rivayətli bir nəzərdir.
Bir də deyirlər, xeyr, əzbəs əziyyət elədilər Şəms Təbrizini, qoydu, qaçdı. Sonra nə müsibətlərlə 2 ildən sonra tapdılar, hüduda 2 ildən sonra tapdılar, cəddilər. Sonra Şəms Təbrizi 2 dənə rivayət var. Bir budur ki, öldürdülər Şəms Təbrizini, Mevlana'nın öz oğlu da köməkli elədi, ikinci oğlu. Öldürdülər, saldılar Mevlana'nın həyətində bir quyu. Gecə öz. Mevlana durmuşdu namazı şəbək, gördü ki, Şəms Təbrizi yoxdur, axtarı gəldi, qiyamətdə tapdı. Bir rivayətdə budur ki, xeyr, qoydu, qaçdı da, bəray əbəd da heç vaxt Mevlana onu görmədi. 2 dənə rivayət. Daha sonra Şəms Təbrizi olmadı da Mevlana xamuşi mütləqdə. Sükut-i məhz. Əslən danışdırmaq olmuyor. Mevlana nə qədər pul xərclədi, bəlkə Şəms Təbrizini tapsın da olmadı. Mevlana bu anki əhl-i mənbəridə xanəgaha da gedərdi. Amma bətər dərgir xanəgah dərdi ki, Şəms Təbrizi bunu dərgir xanəgah elədi. Səmani Şəms Təbrizi ilə ba həm başladı. Səmani ki, nümayiş verdilər şəhrin Quniyəni, bir böyük meydanın amadə elədilər ki, orada səmaya başladılar. Şəms Təbrizi ilə Mevlana orada və bir də dostlar səma elədilər. Hakim Quniyə də gəldi. Orada bir qruhla bunlara qızıl verdi bu cür. Şəms Təbrizi də mütəəssifana götürüb o qızılları da pərt eləyib hakimin dalında ki, bizim rəqsimiz qızıllıdır, qızıl üçündür. Belə bir söhbətlər var. Xülasə Şəms Təbrizinin huzurunda Mevlana xanəgahda ustad oldu. Şəms Təbrizidən sonra Mevlana evdə xəlvətdə əyləşmişdi. Vəli gəlidilər, mən ölüm sən Allahla zoran gücən, çəkidilər, aparıdılar xanəgaha. Orada sənayinin, Əttarın, Məntiq-ı Teyri, Musibətnaməni orada oxuydular, səma edirlər, Mevlana da qulasıydı. Ta ki peşnahad oldu ki, Mevlana'ya özümüz də bir Məntiq-ı Teyrə tay, Musibətnamiyə tay, Əsrarnamiyə tay bir kitabımız olsun. Xahiş edirik, bunu siz tolid eləyin. Biz də xanəgahda onu oxuyaq. Mevlana fikrə düşdü, ta ki bu məsələvini tolid elədi ki, پیشنهاد دهنده اصلی و پیگیری کننده بی فردی به نام حسام الدین چلبی ارموی. ارموی یعنی ارومیه‌لی. حسام الدین چلبی ارومیه‌لی neçə nəsl ondan qabaqdan Türkiyədəki türküdür, Urumiyədəki türk zabandılar. Türklərin bizdə öz təfavütü var. Quniyədə orada getmişlər, orada qalmışlar. Husamuddin Çələbin dədə babası bir qurухdan idi ki, bir hizbidən idi ki, o hizbə deyədilər fetyan, cavanmərdan, əhl-i fütuvvət deyərdilər. Əhl-i fütuvvət bir cavanmərd insanlardılar ki, hamısının işi var idi, bekarlar yox idi. Bu bir dənə şərt əvvəl, bekarca olmayasan. Bekarca işin ola, işlədin, gələcəksən hizbə. Öz meylünlə mütəhid olacaqsan ki, mayyəhtacı o dəstirancından götürəsən, əl-baqısını ehsan eləyəcək, fəqir füqəraya. Əhl-i fütuvvət buzurmuşlar. Əyyarlar da bunlara tanımış. Əyyarlar gedəmişlər, mesela o Robin Hood kimi düzdən, qələtdən pul gətirmişlər. Sərvətməndilərdən kəsərmişlər, sirqət eləmişlər.
Rahzənni eləmişlər, cəthəmişlər, fədakarana xəşləmişlər. Onlar əyyarlarmışlar. Dövlətlilərdən alamışlar, fəqirlərə vermişlər. Amma əhl-i fütuvvət xeyr. Əhl-i fütuvvət zorunaldı yox idi. Özləri işlədilər. Mesela bu Dərabişi Qonabadı kimi. Özləri işləyirlər. Özü kargərdir. Mədəndə işləyir. Amma mayehtacın götürür, əl-bağısin gətirir orada tərtibatda var özləri. Kimə nəzü verirlər, xəşdir. Husamuddin Çələbinin dədə-babadan bu kar emişlər. Husamuddin Çələbin dədə-babası Keşavərzdir. Elə onun bağı varmış. Mevlana da gedəmiş o bağına. Məsləvinin çoxu Qəzəliyat-ı Şəms bir miqdarı Husamuddin Çələbinin bağında tolid olub. Əvail dərz elədik, Mevlana'nın dünyası Şəms Təbrizi əvəzliyib. Mucib təvəllüd dubara olub Şəms Təbrizi. Və Şəms Təbrizi olub məşuq və mən zəhmət çəkin, ay fərasəti də bu sirridir ki, zəhmət çəkin, əks götürür. Sağ ol, ay pur soğutu, mən buna zəhmət çəkirdə, onlar müsafirətdədirlər, ay məniz, əllərin armaz. Elə səndən də hər kim haqq xanımlardan mail olmasa, xub, əlin qoyucuna da, şəhdarı bu təbliğat üçün əksiz. Zəhmət çəkirəm. Xob. Şəms-i Təbrizi əvvəlin fərdidir ki, əlbəttə, lab əvvəl cavanlıqda əttardır. Tarixdə, rivayətlərdə belə yazıblar ki, vaxtı Mevlana'nın babası, xanavadəsi Bəlxidən hərəkət elədilər ki, Mevlana'nın nənəsi Xarəzmşahlardandılar da. İddia azıq gəlir, onlar ki, Türk gəradılar, Türkə əhəmiyyət verilədilər, Mevlana Türkidir, o yalan deyil. Xarəzmşahlar tühdülər. Mevlana nənə tərəfindən Mevlana'nın mamansı Şahzadədir. Baba tərəfindən alimlərdəndirlər, Bəlxilər. Xarəzmşahiyən zamanı ehsas edilər ki, Moğollar gəlib, Mevlana'nın xanavadəsi kuç elədilər. Ki, qəbləz, rəsidənə Moğollar candan götsünlər, qaçsınlar. Və o işlə göblər. در سر راه بلخ تا شام İrandan keçdilər. Nişaburdan keçəndə Əttarı da gördülər. Əttar Mevlana'nın ağası ki, böyük arif idi, biliydi İranda Əttar var. Əttarı görmək üçün məxsusən Nişaburda dayandı, getdi, ona qonaq oldu. Əttar Mevlana'nı gördü, danışdıydı, cavan idi. Onu bastı bağrına, qucaqladı və kitab-ı Musibətnaməni ki, biz bu Məntiqə-Terdən sonra onu oxuyacaq Məntiqə-Terin yerinə ki, əlbəttə Məntiqə-Ter nə vaxt qutusda. Bir də mənə deyə, elə bir qiyamətəcən bu idamə tapacaq. Biz bunu neçə seviydə oxumuşuq, elə səri oxumuşuq. Deyir, oxub da, mən hər yer istəyəm səri gedəm, amma bilməyəm kimlər qoymayıq, biz dayan. Səri gedəməyik. O Musibətnaməni təhvil verdi Mevlana'ya və bir tövzihat verdi ilə əvvəlin təvəllüdü dobarəsi o zamanda, cavanlıqda təvəssüt Əttar. Amma sonralar Şəms Təbrizini gördük, به طور آشکار و چشمگیر عامل تحول مولانا شمس تبریزی oldu. Şəms Təbrizi oldu məşuq və məbud Mevlana. Bircə Şəms Təbrizi ilə bəhs edir ki, elə bir Allahı onda görüydü və vaqəən ibadət edirdi. Yəni o miqdar ki, Allahın qabağında korneş edirdi, Şəms Təbrizinin qabağında olsaydı. O haləti var idi. Şəms Təbrizi isə öləcək, duyacaq. İndi göydən Allah tərəfindən mənə vəhy gəlsə, get, mən getmərəm.
Yani cihazdan bozuluyor. Hazreti İbrahim gedər. Bəli, mən bax Allah Hazreti İbrahimə də ki, götür xanımı apar, qoy biyabana bərahutda qeyd. Bavar eləyir, mənə Allah dəstür versə, mən bu işi görmərəm. Siz zəifəm də. Ki, yəni Cəva xanımız, qızımı aparım, qoyum hara. Yox, Eynal dana, qoyum qeydi, gecə yaz. Heç kəs də yox. Baxı, doyda hələ imkanat var. Biyabanın vəsəti. Bəli, Həzrət İbrahim hoş gördü. Bilmiyorum Allah Mevlana hədisidə bu işi görərdi ya görməzdi. Vəli qətiən Şəms Təbrizi müqabilində təslimi məhzidir. Niyə ki Allah onu da görürdü. واقعا شمس تبریزی در دیدگاه مولانا یکی از جلوه‌های حضرت حقیقی. Şəms Təbrizi indi şəhid oldu, öldü, qaçdı, itdi. Dəqiqən roşəndə. Sonra yenə də əfsurdə oldu Şəms Təbrizi, Mevlana. Əfsurdə məhz ta inki elə o dostlarla xanəqahdan çıxmışdı. Quniyədə bazar içindən keçirdilər. Gördülər bir dənə musiqiyayı qəşəng bir səs gəldi. Mevlana bu səs saxladı, dayandı. O vaxt bu əbanı çilindən qoydu yerə, başladı oynamağa. Səma elədi. Oynadı, yoldaşlar da ondan oynadı. Da onda bir sözlər var, rivayətlər var, xurafatda qatışıb, düz qələt, bəzən deyirlər ki, 24 saat oynadı. Təmaşaçılar nə gəlirlər, baxıydılar, yoyluydurlar, gedirlər, istirahat edirlər, şam yedirlər, yatırlar, soğuk gəlirlər, görürlər, elə oynayırlar, çərx verirlər. Şəhət də mübaliğə edirlər, mən bilmirəm. İrfanda bu cür mübaliğat müstəhsəndir və olandır. Çünki İrfanda bir mətalibi var, məxsən dəftəri dovumu, Məsnəvi Dəvaxirə dəftəri dovumda ki, ariflər mucizə elərlər. Və hər surət, o musiqiyayı səsi tolid edən bir dənə kargəri Miskərə bazarmış. Bazar-ı Miskərəndən oradan keçəndə bir nəfər kargər qazan düzəldi, vuri, təş düzəldi. Onun çəqquşları Mevlana'nın dünyasını dəyişdi. Getdilər, onu tapdılar, onun adı Səlahaddin idi. Səlahuddin Zərkub. Cahdan da zərgərlər də, kargərçiliklər də, qızıl da düzəldərdi. Əslisi mis düzəltmək. Mevlana onu çəkir gətirir xanəqaha, da indi Şəms Təbrizi yoxdur, əlaqəmənd olur bu Hüsaməddin Səlahaddin Zərkub. Səlahaddin Zərkub bir kargərəmiş, kəmsəvadmış, kəlamatı düz əda eləyə bilməzmiş. Məsnəvidə var ki, qofla deyəmiş qolfu. Amma Mevlana Allahı onda görürmüş. O vaxt bu fərdə yaxınlaşırlar, Mevlana oluyor ona aşıq. Oğlu Mevlana'nın məşuqu və məbudu. O vaxt yaxınlaşırlar ki, o qızın oğluna, əvvəl oğluna alıda gəlin ki, o gəlinə nə qədər ərziş qalmış, o namələr ki, Mevlana yazıb, ikisini bu xanıma yazıb, ərisini. Sonra müddətdə ondan keçəndən sonra elə gəllə xanəqaha şeir oxurlar, əttarın şeylərin, sənayin şeylərin, ta ki, o da mərhum olur. Dubara Mevlana giriftar olur. Giriftar olandan sonra xanəqahda olan dostlarının bir işi huşşarmış, bu Hüsaməddin Çələbiymiş. O Hüsaməddin Çələbi məbud və məşuq sevvum Mevlana'dır. Mevlana təzdən qeyri cavanlığına, dünyasını tapır, bətər, kef eləyir, ləzzət aparır irfandan, xanəqahdan, mənəviyyatdan. Ta ki, bu Hüsaməddin Çələbi xahiş təmənna eləyir, israr eləyir, məsnəvini tolid eləyir. Bu məsnəvidən qabaq, fəravan qəzəliyyat Şəms tolid olmuşdur. Şəms Təbrizinin öz zamanında. Gəlir bu şiş dəftərinin hamısına baş bu Hüsaməddin Çələbidir. Dəftəri əvvəldə
Hüsaməddin Çələbinin zahirdə adı gəlmir. Vəli vəsətlərində fəravan deyir ki, Hüsaməddin Çələbi olmasa, bu məsnəvi qabağa getməz, tolid olmaz. Amma sonra dəftər əvvəlin qutulunda Hüsaməddin Çələbinin xanımısı mərhum olur. Xanımısı ki, mərhum olur, da o narahat olur. O da xanımısı bir Arifə xanımmış, bətər əlaqəməndimiş xanımısına. Becayin ki, təşhi cənazədə, qəbristə, buzi ağlayanlardan gözünün altından özcə xanımlarına baxab, kimsini intiqab eləyə, hələ deyək ki, bunu hara aparsınız, biyin gətirin, bunu aparın. Bəzi məqaz idilər, deyirlər ki, bizim bu həmsər aparsınız, hara aparsınız, biyin gətirin, bunu aparın. Becayin ki, o ciddiyə, 2 il gedir در کنج عزلت میخزد Hüsaməddin. Gəlmir, məsnəvində tolidi tətil olur. 2 ildən sonra Hüsaməddin özün tapır, yavaş-yavaş gətirirlər xanəqaha, başlayıb dəftər dovumu tolid eləsin ki, orada Hüsaməddin adı ilə gəlir dəftər dovum. Deyir, Hüsaməddin Çələbi müddəti in məsnəvi təxir şo. Ta ki dəftəri dovum qutulu, sevumu başlanır gənə Hüsaməddin adı ilə. O qutulu çağırımı başlanır Hüsaməddin Çələbi ilə. Çağırımı qutulu pənzom Hüsaməddin Çələbi ilə. Bundan sonra dəftəri şişim Hüsaməddin Çələbi ilə. Dəftər əvvəlinə və sənətlərində mürəttəb izhar ki, Hüsaməddin sən olmasan, bu məsnəvi tolid olmaz. Məsnəvini Mevlana vəhy bilir. Deyir, sən olmasan bu vəhy gəlməz. Mənim çeşməhay zehnim cuşan olmaz. Necə Şəms Təbrizinin həsidləri var idi. Şəms Təbrizini terror elədilər. Burada da qorxu ki, bu Hüsaməddin Çələbini də terror eləyirlər. Sözü deyib yazın çeyni, deyib yazın çeyni. Bu 6 dəftərdə barha deyir, Hüsaməddin, sən məbudsan, sən məşuqsan, sən eşq ilahisən, sən qeybidən gəlibsən, sən gəlibsən, mən sənə Mevla olam. Necə ki, Mevlana Şəms Təbrizi mövzunda. Mən bəzi rəsətdə bu söhbət eləyərəm, bəzi əfrad deyərək ki, bu yəni botpərəstlik da deyəm, bəli. Botpərəstlik irfanda mocazdır. Əslən, bot yəni Allah. منتها بتپرستی که روی به سوی جهالت الله یا روی به سوی آگاهی و معرفت الله. O botpərəstlik ki, Ərəbistanda var idi, mətrududur, به خاطر ki, orada fəravan bərnaməsi vardı, zulm و zor و icaf var idi. Oyda botlar bəhanə idi ki, o quldurlar cəmaətin cibin boşasınlar. Cəmaət uşaqların apasını da qurbanı eləsinlər. Botxanıya qan versinlər, o qana xatir botxanadan difa eləsinlər. Hala bu bir müfəssəl bəhsdir. Xülasə, Hüsaməddin Çələbi ki, müvəllid məsnəvidir, mورد təhsin və icab məsnəvi və Mevlanadır. Mevlana bir cümlədə istədi bəşdaha, çox deyəmməyəm ha, qorxuyam. Çünki Şəms Təbrizdən də pis zehniyyət var idi ki, cəddlə həyətindən quyudan çıxır, bunun da cənazəsi quyudan çıxır. Xoş, dəftər pəncəmi başlayırıq. Mənim xanım sətləri, saatim qalıb maşında, o mənə təzəkkür verəsiniz. Qutabdır. 20 dəqiqə vaxtımız var. Mən bu 20 dəqiqədə bilmir və əvvəli məsnəvidən alıyorum. Sizi yoruyam ha, bəşlərsiniz. Bəzi dostlarımız da, mesela Cənab-ı Pərtəvi çoxdan təşvir yoxdur. İndi xəstə olardı, deyək ki, bu cür ki, zadələriniz yoydunuz da gedəcəm, bir də 6 aydan sonra gedəcəm. Bu tavsihat lazımdır ki, bilək ki, niyə Hüsaməddin Çələbi ilə başlanır? Çünki müvəllid məsnəvidir.
خب با اینکه من bu dostlar ki bu cüzdanı alıblar Ziraksıdan sonra getmişdim. Bunu səhifə əvvəlində qoymuşdum ki, müqəddəmə olar, məmulan nəsr olar. O çap olmayıb. Onu evinizdə Həkim Məsələmizdə oxuyar. O ehtiyac var şərhə. Mən ki, o Fih Mafiz kimin bir mətnidir. Elə hamısı o cür. Ki, lap behtərini dəftər əvvəldədir. Ta o gəlməyib, elə feylə bu mətni oxuyuruq. Bismillahirrahmanirrahim. چون حسام الدین چلبی‌دن که سمبولی از روح خداده دیده که مسیحیت حضرت مسیحی سمبول خداوند bilirlər خدای مجسم bilirlər elə o səmtusu bizim irfanımızda da var daimi siz azadsınız ki bunları düz biləsiniz, qələt biləsiniz, intiqad eləyəsiniz o özünüzə mərbutdur biz fəqət bunları bərrəsi ediyor dərsimizin adı Mevlana şinasidir نه مولانا باطلی رو نه مثلا دینین قبانت صادق خدا رو بیزیش بررسی ریخ مطالعه رو خب bilirsiniz ki Allah'ın da adlarından biri irfanda şahdır İndi Hüsaməddinə görə nə buyurur? İndi bu Hüsaməddin deyəcək ya Hüsaməddin deyəcək Ərəbdə bunlar fərq elər, amma Farsda fərq eləməz çox. Hüsaməddin deyə, Hüsaməddin deyə, məsələn. Hüsaməddin deyə, Farsda fərq eləməz. Şah, Hüsaməddin. Hüsam yəni şəmşir. şمشیر دین addır da qoyublar. Şah Hüsaməddin ki nur انظم است طالب آغاز صفر پنجم است. صفر کتاب هر کس انزیل ساله o da var. Sıfır پیدایش، sıfır təsniyə. Bebəxşid, Tevrat. İştibah elədim. Tevrata baxdı, Tevrat sıfır-sıfırdır. Yəni kitab və kitab. Səfər olsa ayrı. Bunun da cəm olar əsfar. Sıfırın. Səfərin də cəm olar əsfar. Bəs əsfar ərbə, yəni səfərhay çarqanı ya kitabhay çarqanı. Bu da kitab mənasındadır. Əlbəttə bir irtibatı var da səfərlə. Kitabı ki, mورد səfər və ilallah olacaq. Bidun irtibat da deyil. Feylən, sıfırən kitab. Kitabı pəncüm, yəni dəftəri pəncüm. Məsələ doğum əzəliyəm. Talib ağaz sıfır pəncüm əz. Yəni bu dəftəri pəncümü kim istəyib başlayaq? Tolid eləyək, Hüsaməddin. Bu Hüsaməddin kimdir? Şəhdir, şahdır. Həm به معنای بویی که واقعا özü məqam şahisi var irfanda, xanəqahda böyükdür, qutbudur və həmin ki cəlvəyi az şah həqiqidir. Özdə Hüsaməddindir. شمشیر بران دین و معرفتdir. که نور انظم است. انظم ظاهر mənası yəni sitarələr müfrəd nəcmidir. Nur sitarəganə است. Zahirdə yəni gün nurumundan alır. Ay nurumundan alır. Sitarə zöhrə bundan nur alır. Bu ilə təvsifdir. Amma mənaya vaqiəsi budur ki انظمdan, sitarələrdən mənzur sitarəgan mərifətdir, xanəqahda əhləşən danışməndilərdir ki, hərəsi bir nurdur. Ki, Peyğəmbər İslamla danışməndilərə sitarə mərifədir. Ki, buyurur ki, o ariflərin qolu sərsəbədidir. Danışməndان xanəqahın, danışməndان quniyyənin şahıdır. Mevlana onu şah elədi, özü ona xadim olacaq. Siz bu yüzden böyle Mevlana'nın bərxordu. Biz olsaq, məsələn, şahidlərimizdə bizi danışarıq ki, yəni biz onlardan yeçsər ölkərdən bərtərik. Məmurəm, biz müəllimlər, dəstəyənlər, onlar ki, məqam ustaddır və bir form bərxordur ki, yeçsər ölkərdən, bəqiyyədən bərtər olsunlar, çeşmicil olsunlar. Amma bu da nə xeyr, irfanda bu cür məsəl oxumaq.
o şagirdinə deyir ki, ustad ustadan, şah arifan. İn Ziyaülhaq, bu da unvanıdır, ləqəbidir ki, nur haqqıdır. İn Ziyaülhaq Husamuddin Rad, Rad yəni بسیار cavanmərd, radmərd deyərlər. Besiar cavanmərd است. Bağından nə mənə məhsul vardı, ihsan elərdi. Çünki əhl-i fütuvvətdən edirlər. Ziya Nur, in Nur-i Haq ki, ibarətullah Husamuddin Raddan, ustadan Safara ustad. Arifan با Safanın ustadıdır. Çünki Mevlana'dan sonra bu əyləşib Mevlana'nın yerində. Xanəgahı bu idarə edib. Mevlana'nın oğlu buna mutiymiş. Bu Husamuddin'ə indi hər kəs təşvif varsa bu niyə? Ki, Mevlana'nın qəbri şübidadır. 2 beyt, 3 beyt bundan aşağıda o da Husamuddin'i qoyulublar. deyir ki, Cənab-ı Husamuddin گر نبودی خلق را محجوب و کثیف əgər mərdum pərdədə olmasaydılar, hicab qarında olmasaydı, əqlləri gizlənməsəydi, əgər mərdum kəsif, yəni qeyri-lətif olmasaydı, dəqiq olsaydılar, onda mən ayrı sözlər deyərdim ha. Amma mərdumun əqli zəifdir. Mərdum əqllərindən istifadə eləmirlər. Mərdum lətafətinə baxmırlar. Ba اینکه bu ya xanəqahdır, bu da gəh behterин çayqah olar. Kəxtam xanım Səttari hissələr deyər ki, gəliblər İrfan cəlsəsinə, oturub səndələdə kifin qoyub ki, yoldaşım gəlsin. Səndəl davası edir. Bu nə? İrfan cəlsəsi deyil. Mən, sən, səndəl davası. Hənuz biz çıxmaq. Düzdədir. Düzdür ki, eşitləş adamlarla fərqimiz var. Amma vaqa hənuz o şəmalata yetişməmişik ki, səndəl davası edir. Mən sən davasında. Xanaqahda da bu işlər varmış. Həsadət, xəbasət. Bundan sonra bir dastan ki, başlayacaq bu müqəddəmədən sonra həsadətə razı edir. Həsadət. Ger nebudi xalq mahzub و کثیف ور نبودی حلقه ها تنج و ضعیف در مدیحت داد معنا دادمی غیر این منطق لبی بگشادمی. Bu iki beyt bu ha. Ama biliydi bu iki beyt, 3-5 birbirine yapışıqdır. Onlar deyirlər mevquful məani. Yəni mənalar yapışıqdır bir-birinə, vəqfə, qıfırlanıblar. Deyir ki, əgər mərdumun əqli gizlənməsəydi, mərdum kəsif olmasaydılar, yəni ruhlar kəsif olmasaydı, əgər onların hulqumu tənc olmasaydı, hulqumu mənəvilər, əqllərin hulqumu, onlar naçiz olmasaydılar, dərmədihət, sənin mədhündə, tosifində dad məna dadəmi, ya dad məni, vəqən haqqı mətləb əda elərdi, təriflərdi. Qeyri ini məntiq bu da danışıq. Qeyri bu danışıq, ləbi boqşadəmi, ayrı sözlər deyərdi. Amma deyəmməyəm. Husamuddin giriftar olub. Daha cəbr bizi məcbur edib ki, burada bu müxtəsərə iştifa edir. در واقع اسخاهلو یعنی عذر تکسی به درگاه حسامتی خواهشی هم حسامتی بهشته در سخت دیگه bilmeyen korkuyor merdum pis düşünmürler diyor ama ne kadar dinmezsem akım münfesire pattı ya ne kadar isteyem demeyem olmuyor ki koy diyeyim de koy bize de diyek da Cenab-ı Husamuddin leç logme baz آن سعودی است باز پرنده‌ده o پرنده شکارinin loğması sever gönceş seçenin gazasıdır bizim dörbemizde seçerler gönceş ile hateli ben on gazası bazın gazası nəticətiyim ve bu seç o bazlar ya da qoyunu götü yapar gödəyi bu gönceş ile riz dane səfəsə mən qoyunu gətim qoyum qabağına deyim seçsələr, yenməzlər ki, ölərlər.
لیس لقمه باز آن سوه نیست، چاره اکنون آب و روغن کردنی است. این نمیدونم چاره بوده چی؟ su kimin danışağı, yağ çimeği, ağramazam su sepet cemaatin üzerine serinlede, roğan kareliye, biraz roğan zeytin teşebbüsü, masmanlı oluyor. Ali mənasında var, hada utanamıyor diye. Da geçinək də Hüsaməddin, öz böyüklüyünə başla. Ab roğanı qatışdıyaq, bunları biz məşğul eləyək. Mən axşam bunları bir cələsədə mətə eləyəm, yoldaşlar deyim, abı riyakari deyil. Təzahürdür, bu olmaz. Belə mütəəssir olmurlar ki. چون سر و کارت با کودکی افتاد پس زبان کودکی باید کشد. مخاطب نفهمیده، düşünmüyor. ضعیفته. مدح تو حیف است با زندانیان گوی من در مجمع روحانیان. Bu cəmi ruhanidə, xanəqahda bir də zindani var, yəni zindaniyan təbiət var, giriftaran dünya var. Aclıqdan gəliblər. Xanəqaha hamı seçilib gəlməzdi ki. Bir də giriftarlar gəldi, bir də zəif əfrad gəldi, bir də taza əfrad gəldi. Bir də dünyacı idilər, elə bizim bu məzhəblərimiz kimi. Beşikdə bəhd, dünya malın axtarır, gəliyədə namaz cəmaatı da gəlir. Məsciddə də ağıl İmam Hüseynin adı gələndə buri başına. Bu zindandır, zindanidir, giriftar havai nəfsidir. Mədh to heyf است با زندانیان. Heyfdir mən bu zindanilərlə, olar ki, giriftar olan təbiəti sənə vaqən mədh eləyəm, tavsif eləyəm. Güya mən در مجمع روحانیان. شرح تو غبن است با اهل جهان. Bu əhl-i cihanla sənin həqaiqi deyirsən, mən zərər elərəm, qəbn. Zərər elərəm, sözümüz tökülər yer, həsudda çıxar. همچو راز عشق دارم در نهان 64 min بیت şərh eşqdə söhbət eləmişəm, amma heç çoxun deməmişəm. Necə eşqin razın, sirrin saxlamışam ürəyimdə, deyə bilməyəm. Bəran ki, Allah eşqindən, pərtavından bizə nə görsətdi? Həzrəti Musa'nın zamanı dağ münfəzir oldu. فَلَمَّا تَجَلَّى رَبُّهُ إِلَى الْجَبَلِ فَكَانَ دَكًّا دَكًّا. Daş parçalandı. Nəzir deyəm, oldu. Həmçə raz eşq, necə ki, mən raz eşqi deyə bilməyəm qalıb ürəyimdə. Bu vaxt deyə qalıb ürəyimdə. مدح تعریف است در تخریج حجاب. Getdi ədəbi bəhsinə, fəlsəfə bəhsinə. Fariq az şəvərhu tərif aftab. Vaqt ki mədh elisən, mədh yəni tərif. Tərifini şinasanda əsl mədh məddah به معنی شناساننده. مثلا من این دوستامızın bir mədh eləyəm. Deyəm, ay təqiyyidə çeyir və çilan است. Kəmalatından deyəm, onu mərif eləyəm də. Munta əqləb qulub olur, yalandan, kahdan kuh düzəldirlər. Antiqə nisbətlər verirlər. Yalanlı, ona görə Peyğəmbər İslam buyurur ki, məddahların üzünə topraq səp. Ki, əqləb şahlar yalandan təriflidirlər. Görürsünüz də. Heç adın yazman başa bilməyik, ustad-ı, allame-i, qədər qudrət-i, doktor-ı, farıq-ı təhsil-i, sorbon-ı, nə. Ustad-ı, qədər qudrət, gəlir orada, muzi, luru, lover oxuyur, ləvər oxuyur, lover oxuyur. Özünün abinə payet dünyada. Orada çıxır da şey. Buyurur ki, mədh tərif است. Mədh yəni şinasanda. Mən sənə beşinasanəm. در تخریج حجاب. حجابı parçalar. Təxriq yəni xərqdə, şikafdən. در şikafdən hicab. Yəni, indi hezaran hicab sənin dörbəndə var. Mən istəyəm tərifləyəm, səncə bu hicabla bir götürəm, qeçiliyəm, ta sən çıxasan, gün kimi çıxasan eşiyəm. Amma, bunu da deyim ha,
فارغ است از شرح و تعریف آفتاب. Gün nə qədər gecə pərdə dalına, görürsən ki, bir nəfərcələr günü tərifləyə. Nə qədər tərifləsən gün olar. Yəni, ey Husamuddin, sən bir gün kimi bir şəxsiyyətsən ki, tərif sənə qəd verməz. Tərifdə acizliyə da. Sən günsən. Amma ben həmə deyirəm da. Xob, indi gələ bir nəfər günü tərifləyən, Madeh Xurşid günü tərifləyən özün səriyib, məddah xod است. İstəyir özün tərifləsin, gəlir günü tərifləyir. O dərvə özün mətrəh eləyir. Ada günün tərifəni yaz yoxdur ki, aftab آمد xod dəlil-i aftab. Sən gəlirsən deyirsən, bu indi dəlil gətirəcəm gün bizim başımız üstə. Deməklə mən günü görürəm, hiss eləyəm, yandırır, istisi var, ışıq verib, o nə tərifləyəcəksən? Madeh خورشید مداح خود است که دو چشمم روشن و نامرمد است. Morməd bir naxoşluqdur gözdə. Məsələn, indi tiraxom var, indi məsələn, ilə astigmatı var. Qədimdə bir naxoşluqlar var, elə bir də olaydan yoxdur. Göz mültəhib olardı, zəif olardı. Gözün eybilərinə deyirlər morməd. O adam ki, günü tərifləyir, der vaqı istəyirsin ki, mənim gözüm açıqdır, gözümdə də eyb yoxdur, günü görüyəm ha. O ki, günü tərifləyir, mənzuru budur ki, mən günü gördüm, hiss elədim. Ki, yəni mən beynavi fərdəm. Deyir, der vaqı özünü tərifləyirəm, günü tərifləyəndə. Deyir, məndə bunlara mütəvəccihəm, amma mətin bu iradatı var. İndi bərək, Zəmm-i Xurşid cahan zəmm xod است. Bir nəfər də gələ günü məzəmmət eləyər, deyər gün pisdir. Heç bu mütəvəccih dərsə, deyəndə ki, gün pisdir, gün iradı var, yəni özün iradı var. Gün pis olmaz ki. İstəyir ki, Husamuddin, sən ki günsən, hər kim səni pisliyir, özün pisliyir. Sən pisləyirsən ki, hər kim də səni tərifləyir, özün tərifləyir. Sən qabili tərifləyirsən, yəni sən fövqüladəsən. زم خورشید جهان زم خود است که دو چشمم کور و تاریک به دست. یعنی هر کس که یک gün pisdir mefhum budur ki mən çora, mən həqiqəti təşxis verməyəm. Xob, indi neyniyək cənab-ı Husamuddin? تو ببخشا بر کسی کندر جهان شد حسود آفتاب کامران حسادت راجله. واقعا dünyaya ot vurub həsadət Həzrət Əmirdən bir fərmayış var. İlə Peyğəmbər İslamdan öyrəşibdi. Buyurur ki Əl-Həsədu یأکل الایمان و روح کما تأکل النار الحطب. ایده خویم روایت بودم زخت یزم. الحسد و حسادت یأکل یر ایمانı و canı ve ruhu همچنان که ot buzu ağzı yer. Hasudlar dünyanı doldurur. Hələ xanəqahda, gör eşidə nə xəbər? Əl-həsədu yəkulu əl-imanə və ruhə fətəsi kəma təəkulu nar əliflam qona bəlnə ən-naru kəma təəkulu nar əl-hətəbə حسن هو تای مؤلف حتب. خب تو ببخشا بر کسی کندر جهان شد حسود آفتاب کامران. دی olar ki آفتاب کامرانا حسادت خرجه verirlər, sən özünüz böhrü binə bəşləsən. Xamsətə təzəkkür bir hayat olur. Tutuldu vaxtımın. Xeyr.
Bu da saxlayırıq. Bundan bu yanansın inşallah tədricən oxuyarıq. Bu gün də bu müqəddəmə elədim. Sayılacaq müqəddəmatımızda az ola, mətnə çoxlar yetişək. Bu da qutarıq cələsi əvvəli. Əzən ki, təvəssü elədiniz. Əstəhidir və təşviz vardır. Təşəkkür edirəm. Hamınıza Allah təşəkkür edirəm.